İsraildə həm də İranda əhali qorxu içindədir. İndi də İran 100-dən artıq PUA göndərdi İsrailə və İran bildirir ki, qisas çox betər olacaq. İsraildə isə Netanyahu əhaliyə müraciət edərək uzun müddət sığınacaqda qalmağa hazır olmalarını bildirib ki, ümid edirəm ki, kifayət qədər ərzaq, geyim yığmısınız və uzun müddət sığınacaqlarda qalmağa hazır olun deyə Netanyahu İsrail xalqına müraciətində bildirib. Gün ərzində bu və digər bütün hadisələrdən birinci siz xəbərdar olmaq istəyirsinizsə, doğru xəbərlərdən birinci siz xəbərdar olmaq istəyirsinizsə, bax burada fotomun altında gördüyünüz müsbət işarəsini sıxın və səhifəni izləyin. Əgər burada müsbət plus işarəsi görmürsünüzsə, deməli səhifəni izləyənlərdənsiz. Səhifəni izləmək də tam ödənişsizdir. Qeyd edeyim ki, İsrailin İrana hücumu nəticəsində çox sayda nüvə alimi öldürülüb, o cümlədən də İran ali dini liderinin müşaviri evində öldürülüb.